Avropa tərəqqisi, Asiya ənənəsi ölkəmizdə son dövrlərdə bir çox özəl tibb müəssisələri və regional tibb mərkəzləri fəaliyyət göstərir. Avrasiya Hospital, çoxprofilli ambulator və stasionar xidmətləri özündə cəmləyərək tibb müəssisələri arasında lider mövqelərdən birini tutur. Avrasiya Hospitalın yeni binasının inşası 2011-ci ilin ortalarından başlanılmışdır. Sağlam yaşam üçün qapılarını açan Avrasiya Hospital 9 mərtəbə olmaqla ümumi 6000 kvadrat metr sahəyə malik olan və bütün tibbi ehtiyacları qarşılaya biləcək 5 ulduzlu otel rahatlığında sizə xidmət göstərən sağlamlıq mərkəzidir. Hospitalımız 50 yataqlı cərrahi stasionar, 15 yataqlı reanimasiya şöbəsi, 4 cərrahi, 2 angiografiya cihazı ilə təchiz olunmuş əməliyyatxana, bütün poliklinik şöbələri özündə birləşdirir və 24 saat xidmətinizdədir. Hospitalımızda həm təcili, həm də planlı cərrahi əməliyyatlar aparılır. Avrasiya Hospitalı Azərbaycan səhiyyə sistemində özəl tibb müəssisələri arasında xüsusi yeri olan, müasir standartlara uyğun fəaliyyət göstərən çoxprofilli xəstəxanadır. Yüksək texnoloji imkanları, peşəkar tibbi heyəti və pasiyent mərkəzli xidmət üsulu ilə seçilən xəstəxana ölkə vətəndaşlarının etibarını qazanmış sağlamlıq mərkəzlərindən biridir. Avrasiya Hospitalın binası müasir tibb tələblərinə uyğun inşa edilib. Xəstəxana geniş, işıqlı və funksional palatalar, tam təchiz olunmuş intensiv terapiya bölmələri, yüksək sterillik səviyyəsinə malik əməliyyatxanalar və rahat gözləmə zalları ilə pasiyentlərin rahatlığını təmin edir. Burada tibbi təhlükəsizlik protokolları xüsusi nəzarətdə saxlanılır və hər bir prosedur beynəlxalq normativlər çərçivəsində həyata keçirilir. Avrasiya Hospitalda müxtəlif ixtisas profilləri üzrə xidmət göstərilir. Xəstəxanada fəaliyyət göstərən şöbələr arasında terapiya və kardiologiya, neyrocərrahiyyə və nevrologiya, ortopediya və travmatologiya, ürək-damar cərrahiyyəsi, ümumi cərrahiyyə, urologiya və androloji xidmətlər, ginekologiya və doğum şöbəsi, pediatriya, endokrinologiya, lor, qulaq, burun, boğaz, oftalmologiya, reanimasiya və intensiv terapiya. Hər bir şöbə yüksək ixtisaslı həkimlər tərəfindən idarə olunur və pasiyentlərin ehtiyaclarına uyğun fərdi müalicə planları hazırlanır. Xəstəxananın diaqnostika mərkəzi son nəsil tibbi avadanlıqlarla təchiz edilib. Burada MRT, rəngli Doppler ultrasəs, digital rentgen, endoskopiya və digər görüntüləmə cihazları vasitəsilə xəstəliklər dəqiq şəkildə müəyyən edilir. Klinikanın laboratoriyası biokimyəvi, hematoloji, immunoloji və digər analizlərin sürətli və dəqiq nəticələrini təqdim edir. Avrasiya Hospitalın əsas üstünlüklərindən biri yüksək peşəkarlığa malik həkim və tibbi personaldır. Xəstəxanada yerli və beynəlxalq təcrübəli mütəxəssislər çalışır. Həkimlər diaqnostika və müalicə prosesində innovativ metodlardan istifadə edir, pasiyentlərlə etik davranış, diqqət və qayğı prinsipini əsas tutur. Xəstəxanada 24/7 fəaliyyət göstərən təcili tibbi yardım şöbəsi mövcuddur. Operativ tibbi briqadalar təcili hallara dərhal müdaxilə edir, həm xəstəxanaya daxil olan pasiyentlərə, həm də ünvanlara müraciət edən vətəndaşlara vaxtında və effektiv xidmət göstərirlər. Avrasiya Hospitalda xidmət prosesi maksimum rahatlıq üzərində qurulub. Qeydiyyat və konsultasiya mərhələləri operativ şəkildə həyata keçirilir, pasiyent məlumatlarının gizliliyi qorunur. Hər bir pasiyentə fərdi yanaşma tətbiq olunur, onların suallarına və ehtiyaclarına xüsusi həssaslıqla yanaşılır. Avrasiya Hospitalın əsas missiyası ölkədə yüksək keyfiyyətli tibbi xidmətin inkişafına töhfə vermək, pasiyentlərin sağlamlığını müasir tibbi bilik və texnologiyalar əsasında qorumaqdır. Xəstəxana daim yenilənən tibbi avadanlıq, yüksəldilən xidmət standartları və peşəkarlığa əsaslanan idarəetmə modeli ilə səhiyyə sektorunda öncül mövqeyini qorumaqdadır.